Azərbaycanın ən hündür yaşayış məntəqələrindən biri Xınalıq. Dəniz səviyyəsinin 2300 metr yüksəklikdə, Qafqaz sıldırım qayaları arasında əsrlərdir yerləşən bu kənd zəngin bir mədəniyyətin canlı yaddaşıdır. O, təkcə dağ kəndi deyil, həm də miflərlə, dil və ənənələrlə dolu unikal bir diyardır. Son vaxtlar Azərbaycanda məşhurlaşan hiking marşrutlarının bir neçəsi ecazkar təbiət mənzərəsinə sahib olan Xınalıqdan keçir. Hiking anlayışı 19-cu əsrin sonlarında Avropada yaranıb. Əvvəlcə o, aristokratların dağlarda səyahət etməsi, mənzərələri seyr eləməsi kimi qəbul olunurdu. Lakin 20-ci əsrdə bu fəaliyyət xalq hərəkatına çevrildi. BMT-nin 2023-cü il hesabatına görə dünyada hər il 300 milyondan çox insan hiking və trekking fəaliyyətində iştirak edir. Bu, həm fiziki sağlamlıq, həm də ekoloji düşüncənin formalaşmasında mühüm rol oynayır. Azərbaycanda hiking ənənəsi son 10 illiklərdə geniş yayılıb. Əvvəllər bu anlayış az tanınırdı. Lakin ekoturizmin inkişafı və insanların aktiv həyat tərzinə marağı bu sahəyə böyük təkan verdi. Hazırda ölkədə onlarla məşhur marşrut mövcuddur. Bu marşrutlardan ən seviləni isə Xınalıq, Qalaxudat, Qrız marşrutudur. Qafqaz dağlarının qoynunda yerləşən bu istiqamət həm təbiət, həm də mədəniyyət baxımından unikal sayılır. 2000-2300 metr yüksəklikdə yerləşən bu kəndlər zəngin tarixə malik qədim yaşayış yerləridir. Bugün biz Qafqazın ən qədim dağ yollarından biri olan Xınalıq, Qalaxudat, Qrız marşrutu üzrə yürüyüşə başlayırıq. Onda deyim ki, başlanğıc nöqtəmiz Xınalıq kəndidir. Bu kəndin 5000-dən çox yaşı var və Xınalıq kəndi UNESCO-nun Dünya İrs siyahısına salınan, eyni zamanda Ümumdünya Turizm Təşkilatının ən yaxşı turizm kəndi statusunu alan bir kənddir. Və hal-hazırda bura parklama yeridir. Maşınımızı saxlayırıq burada və burada piyada yola başlayırıq. Xınalıq kəndi səfər elədiyimiz dağ kəndlərindən çox seçilir. Onun quruluşu, ətrafdakı dağ zirvələri, təbiəti, ab-havası, qədimliyi, sakinləri ilk baxışdan adamda maraq yaradır. Bura gələn əcnəbi turistlər də bu enerjini və fərqliliyi hiss eləyir. That this place is such a wonderful place, not only because of the nature, but because you can find really interesting manuscripts talking about a past that nobody knows about. And especially since my researching are made about ancient astronomy, I was able, I think, to find here some clues that ancient astronomy and astronomers and astronomical views were made here in Xınalık.
The region is just wonderful. It's not really an easy access, but once you get here, you know that it's worth it doing this and going through all these paths to come here. It's also the perspective of this ancient village that had all this knowledge and ancient history that still is to discover. Xınalıqdan başlanan hiking marşrutunun populyarlaşmasının bir neçə səbəbi var. Birincisi onun təbiətinin müxtəlifliyi. Dağlar, çaylar, şəlalələr, təbii abidələr, yaylaqlar, köç yolları və iqlim. İkincisi, yerli kənd icmalarının qonaqpərvərliyi və təbiətə hörmət ənənəsi. Üçüncüsü isə pandemiyadan sonra insanların daha çox açıq hava fəaliyyətinə üstünlük verməsidir. Bu da daxili turizmin inkişafına yol açır. Azerbaycan'daki yine çok özel bir yer var. Hem doğa için hem de miras için. Azerbaycan mirası için. Kınalık diye böyle bir köy var. Yani geldik yani dünden beri buradayız. Ve başka bir şey fark ettik ki yani Kınalık'taki halk o kadar misafirperverliği var ki yani tekrar geleceğiz tabii ki. Miras için o kadar zengin bir kültür var ki yani binler seneden önce yerleşmiş bir halk ve hala böyle bir hem dil hem de yani kültür yaşatmaya devam ediyor. Alors je dis à mes amis français de venir à Kınalık, Kinalik comme on dit en français, pour le retrouver sur la carte plus facilement. Venez ici, vous allez rencontrer des personnes d'une culture profonde et d'une hospitalité merveilleuse, ainsi évidemment que des paysages qui dépassent l'entendement. Adətən onu üzüyün qaşına bənzədirlər. Bu rakursdan baxanda məhz həmin quruluşu siz görə bilərsiniz. Xınalıq sakinləri öz qədim dillərində danışan, qonaqsevər və təbiətlə bir yaşayan insanlardır. Buradakı hər ev daşdan tikilmiş təbii qaladır. Ev evi üstələyir. Dağın döşündə bir-birinə sığınmış evlərin mənzərəsi Xınalığın əsas görünüşüdür. Bura gəldiyin andan dünyanın ritmi dəyişir. Daş küçələr, təpəliyin ətəyinə pərçimlənmiş evlər, kənd ab-havası, bütün bunlar sizdə fərqli təəssüratlar yaradacaq. Bu, Azərbaycanın ən yüksək və ən qədim yaşayış məskənlərindən biridir. Xınalıq Qudyalçayın sərt dərələrinin arasında yerləşir. Xınalıq dili isə Qafqazın ən qədim dillərindən biridir və UNESCO tərəfindən yaşayan irs kimi qeyd olunub. Xınalıq BMT-nin Ümumdünya Turizm Təşkilatının ən yaxşı turizm kəndi siyahısına da daxil edilib. Bizim hiking marşrutumuz Xınalıqdan başlayır. 3 kənd, 1 marşrut, yüzlərlə nəfəs kəsən mənzərə və iştirakçısı olacağımız nağıllar aləminə səyahət. Xınalıq Qalaxudat qırız marşrutuna başlamamışdan əvvəl Xınalıq kəndi ilə yaxından tanış ola bilərsiniz. Çox səfalı, çox gözəl bir dağ kəndidir. Ondan başqa onun sakinləri də qonaqpərvərdir. Hal-hazırki marşrutumuz təxminən 19 kilometrdir və bu hardasa 7-8 saatlıq bir yol deməkdir. Necə deyirlər, yolçu yolda gərək.
Qalaxudat kəndi Xınalıqla Qrız arasında sanki keçid nöqtəsidir. Burada hündürlüyə qalxdıqca hava, təbiət dəyişir. Sanki başqa bir dünyaya düşürsən. Kəndin adı bəzi mənbələrdə Tanrının qoruduğu qala mənasını da verir. Ətrafdakı qayalar və dərələr təbiət yürüyüşünü ən sevilən marşrutlardan birinə çevirir. Nəhayət gəlib Qalaxudat kəndinə çatdıq. Arxada gördüyünüz kənd Qalaxudatdır. Bura qədər təxminən 2 saata yaxın yol gəlmişik, yürüyüş eləmişik. Qalaxudat mənası qala üzərində yer deməkdir. Bu kənd həm Xınalıq, həm də Qrız kəndi kimi çox səfalı və çox qədim kənddir. Və Qalaxudat bizim marşrut üzərində olan ikinci məntəqədir. İstər Xınalıq olsun, istər Qalaxudat olsun, istərsə də Qrız kəndi, hansı ki bundan sonra gedəcəyik. Hər ikisini görmək, kəşf eləmək valeh edicidir. Bir də onu deyim ki, buradan Qrıza gedəcəyik və Qrız yolu da belə səfalıdır, amma bura qədər gəldiyimiz yola nisbətən daha çətindir. İndi isə gedək Qalaxudatla yaxından tanış olaq, onu kəşf eləyək. Bir neçə saatlıq yürüyüşdən sonra Qalaxudat görünür. Kənd elə bir dağların sinəsinə sığınıb. O, 2230 metr hündürlükdə yerləşir. Buranın iqlimi sərt, havası isə saf və şəffafdır. Bura həm də fotoqrafların cənnətidir. Qalaxudatdan Qrız istiqamətinə baxanda dərin dərələr və qaya kənarları insanda həm qorxu, həm də heyranlıq hissi yaradır. Son illərdə müxtəlif könüllü qruplar və təşkilatlar hiking marşrutlarını xəttləşdirir, istiqamət nişanları və məlumat lövhələri quraşdırırlar. Dövlət Turizm Agentliyi tərəfindən də dağ marşrutlarının beynəlxalq standartlara uyğunlaşdırılması layihələri həyata keçirilir. Həyat burada sadədir. Uşaqların simasında bu sadəlik, gözəllik və saflıq kimi oxunur. Kənddən sevgi yağır. Hər addımda kəndə aşiq olduğunu hiss eləyirsən. Qalaxudatdan aşağı baxanda Qudyalçay dərəsi açılır. Qışda buralar ağ, yayda isə qızılı rəngdə olur. Hikingin əsas mənası təkcə dağa qalxmaq deyil. Bu, insanın özünü yenidən tanıması, təbiətin dərinliklərindəki sükutu dinləməsidir. Hər addımda küləyin səsi, torpağın qoxusu, dağların nəfəsi bir növ həyatın öz ritmini xatırladır. Yürüyüş zamanı bir həqiqəti anlayırsan. Sən dağları fəth eləmirsən. Əslində, onlar səni dəyişir. Sən özünü kəşf eləyirsən. Dəniz səviyyəsindən 2230 metr yüksəklikdə yerləşən ikinci məntəqəmiz olan Qalaxudat kəndi ilə sağollaşıb üst tuturuq Qrız kəndinə. Orada bizi gözəl təbiət və koloritli bir kənd gözləyir.
Xınalıqdan başlanan marşrutumuzun son dayanacağı Qırız kəndi. Kəndə qədər gördüyümüz mənzərələr bizi valeh elədi. Qayaların arasından tökülən məşhur Qırız şəlaləsi, vahiməli vadi, ətraf qayalar heyrət yaradır. Yol boyu başımızın üstündə qartallar dolanır. Çay səsi aşağıdan gəlib dağla birləşir. Bu görüntülər yürüşümüzə xüsusi rəng qatır. Nəhayət çox gözəl təbiət mənzərələrini görə-görə Xınalıq, Qalaxudad, Qırız marşrutumuzu burada tamamlayırıq. Çünki biz artıq Qırız kəndinin ərazisindəyik. İndi yaxından onunla tanış olacağıq, onu özümüz üçün kəşf edəcəyik. Amma demək istəyirəm ki, bu marşrut, yəni Xınalıq, Qalaxudad, Qırız marşrutu gördüyüm ən gözəl top 3 hiking marşrutlarından biri idi və imkan düşən kimi bu marşrutu özünüz üçün kəşf edin. Dəniz səviyyəsindən 2100 metr yüksəklikdə Qudyalçay vadisinin üstündə yerləşən bu kənd Azərbaycanın ən ucqar, amma ruhən ən zəngin yerlərindən biridir. Qırızın sakinləri əsrlərdir dağ şəraitinə uyğunlaşıb, öz adət-ənənələrini qoruyub saxlayıblar. Kəndin daş evləri, alçaq hasarlar, yollar turist üçün maraqlı bir mənzərələr yaradır. Qırız Azərbaycanın dağ ruhunu ən təmiz şəkildə qoruyub saxlayır. Dağ yolları boyunca minilliklərin cığırları uzanır. Bu yollarla bir zamanlar duz, yun, taxıl daşıyan çobanlar gedərdi. İndi isə eyni cığırlarla yerli bələdçilər və trekking həvəskarları keçir. Axşamüstü kəndin yuxarısından baxanda təkrarsız bir kənd mənzərəsinin şahidi olursan. Buradan açılan təsvirlərə saatlarla dayanıb baxmaq və ondan zövq almaq olar. Hiking həm də iqtisadi baxımdan əhəmiyyət daşıyır. Dağ kəndləri, qonaq evləri, bələdçi xidmətləri, yerli yeməklər və təbiət kempinqləri yeni gəlir mənbəyinə çevrilir. Beləcə sərt iqlimi dağ kəndlərində həm məşğulluq artır, həm də ənənəvi həyat tərzi qorunur. Xınalıqdan Qalaxudada, oradan da Qırızadək olan yol Azərbaycanda yürüş edəcəyiniz ən maraqlı, heyrətamiz görüntülərə sahib zəngin marşrutdur. Gördüyünüz bu gözəl kənd Qırız kəndidir. O, Azərbaycanda ən turistik kəndlərdən biri sayılır. Bizim marşrutun məhz bu kəndlə tamamlanması ona çox gözəl final verdi. Xınalıq, Qalaxudad və Qırız. Bu marşrut tək bir hiking yürüyüşü deyildi. Bu həm də yeni kəndlərlə, yeni təbiətlə, yeni insanlarla tanışlıq idi. Nə qədər vaxt getməyindən və ya nə qədər yol getməyimizdən asılı olmayaraq sən bunun bitməsini istəmirsən. Nağıllarda olduğu kimi. Və belə bir nağılı kəşf eləmək gözəldir. Bu yerdə bizim üçün bir hekayə bitir və yenisi başlayır. Xınalığa dönürük.
Çünki ikinci hiking marşrutu da bu qədim kənddən başlayır. Sabahki yürüşümüz təzə marşrutdur. Xınalıq Ənzir şəlaləsi. Bu marşrut hələ Xınalıq Qalaxudat qırız yolu kimi populyar deyil. Amma olacaq. Bələdçimiz buna çox əmindir. Biz isə bunu sabah biləcəyik. Bu marşrutun adı Xınalıq Ənzir şəlaləsi adlanır. Ənzir həm şəlalənin, həm də onun yaxınlığında olan dağın adıdır. Yerli sakinlər ona 40 pilləkən də deyirlər. Bu marşrutu tanımaq və kəşf eləmək üçün yola çıxırıq. Şəlalə Xınalıq kəndindən çox da uzaqda deyil, amma yolu Qudyal çayın dərəsindən keçdiyi üçün çox narahatdır. Şəlalənin ətəyinə yalnız iri yük maşını və ya atla getmək olar. Biz avtomobili seçdik. Yol boyu gözəl mənzərələr həmişə kimi diqqətimizi elə qatdı ki, yolsuzluğun verdiyi diskomfort bizi narahat eləmədi. Bələdçimiz kənd sakini İzzət Bağırovun dediyinə görə, Xınalıq kəndinə gələn turistlərin, əsasən də əcnəbi qonaqların çoxu bu şəlaləni görmək istəyir. Şəlaləni bir dəfə görən turist növbəti mövsüm yenə onun ziyarətinə gəlir. Yolumuzun müəyyən hissəsini avtomobillə, qalan hissəsini isə piyada getməliyik. Daha sonra avtomobilin dayandığı yerə qayıdıb, nahara, çöl yeməyi hazırlayacağıq. Hər halda planımız belədir. Xınalıq Ənzir şəlaləsi marşrutumuzun birinci hissəsi burada tamamlanır. Bura qədər Qudyal çayın içi ilə, yük maşını ilə, Qaz 66 ilə gəldik. Buradan o yana yürüşümüz piyada olacaq. Dağların arası ilə Ənzir şəlaləsini görməyə gedəcəyik. Onu kəşf eləyəcəyik və onun görüntüsündən həzz alacağıq. Daha sonra isə yenidən bura qayıdıb piknik quracağıq. Samovar çay dəmləyəcəyik. Onu da qeyd edeyim ki, buradan Ənzir şəlaləsinə yol təxminən 40 dəqiqədir. Necə deyərlər? Yolcu yolda gərək. Az bir vaxtda piyada gedəndən sonra şəlaləni uzaqdan gördük. Sanki birdən, gözlənilmədən qarşımıza çıxdı və ilk baxışdan heyranlıq təəssüratı yaratdı. Artıq istiqamətimizi və necə bir təbiət gözəlliyi ilə üzləşəcəyimizi qabaqcadan bilirdik. Amma hələ ona yaxınlaşmaq və onu yaxından görüb hiss eləmək istəyirdik. Onu da qeyd edeyim ki, şəlaləni görüb yolun bitdiyini düşünməyin. Ona toxunmaq üçün hələ bir xeyli yol getmək lazımdır. Ənzir vüzal baxımından Azərbaycanın görməli şəlalələrindən sayılır. Hündürlüyünə görə Qubanın ən böyük dağ şəlalələrindən biridir. O, buzlaq suları ilə qidalanır. Nəhayət Xınalıq Ənzir şəlaləsi marşrutumuz burada sona yetir. Bu da Ənzir şəlaləsi.
O təxminən 30 metr hündürlükdən tökülür. Çox əzəmətli şəlalədir. Bu şəlalə başlanğıcını Xınalıq dağından 3700 metr hündürlükdən götürür. Onun suları isə axaraq Qudyalçaya birləşir. Bura gələndə çox gözəl təbiət mənzərəsinin şahidi olacaqsınız. Nəhəng dağlar, əzəmətli şəlalə, təmiz hava, bütün bunlar hamısı sizin marşrutunuzu daha da zənginləşdirəcək. Əncir şəlaləsi yaz və yay aylarında güclü axını, qışda isə donmuş buz sütunları ilə diqqət çəkir. Bu şəlalə həm də ekoturizm baxımından xüsusi potensiala malikdir. Ətrafındakı qayalıqlar və nadir dağ florası göz oxşuyur. Statistikaya görə dünyada hər il 100 milyondan çox turist ən azı bir şəlaləni ziyarət edir. Azərbaycanda isə bu rəqəm hələ ki 150-200 min nəfər civarındadır. Əncir şəlaləsini də siyahıya əlavə etsək, onda bu rəqəmlərin artacağına ümid yaranır. Hiking marşrutumuz bitsə də işimiz amma bitməyib. Çünki hələ yemək hazırlamalıyıq. Sacın içində tərəvəzlərdən ibarət bir təam hazırlayacağıq. Gözünə sosis də qatacağıq. Çox dadlı bir şey alınmalıdır. Onu da deyim ki, belə marşrutlarda yolun üstündə piknik yerləri olur. Yaxşı olar ki, yemək hazırlayanda məhz həmin yerdən istifadə edin. Bizdə də burada xüsusi bir yer var piknik üçün. İndi orada bunları hazırlayıb ləzzətlə də yeyəcəyik. Yeməyimiz hazırdır. Buna deyirlər sac içində həftə becər. Tərəvəzlərin ətri bir-birinə qarışıb, iştah açan aromatı var. İndi yuxanın arasına qoyub yeyəcəyik. Bax, indi Xınalıq Əncir hiking marşrutumuz bitdi. Nuş olsun. Dağların ağuşunu aldığı bu gözəl mənzərələrlə sağollaşıb, çayın dərəsi ilə geri qaydırıq. Gedəndə də özümüzlə böyük bir bağlama, emosiyalar aparırıq. Bu elə bir hekayədir ki, onu yaşadıkça həzz alırsan.
Təbii ki, xınalıqdan başlanan hiking yollarının öz təbii çətinlikləri də var. Bunları aşmaq üçün səbir, dözüm və iradə lazımdır. Amma ən vacib olan sevgidir. Təbiətə sevgi. Xınalıq kəndindən Qırıza və Xınalıqdan Ənzir şəlaləsinə getdiyiniz yol boyu sizi salamlayan təbiət gözəlliklərini görüb aşiq ola bilsəz, o zaman heç bir çətinlik sizə mane ola bilməyəcək. Bu yerlərin təbiəti sizə yürüşün bütün yorğunluğunu unutturmağa və səyahətinizdən həzz almağa kömək edəcək. Bu yürüş həyatınızda iştirakınızla yazacağınız ən maraqlı hekayə olacaq. Sizin hekayə.